Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil ələmin və salatu və selamu alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcmaən əmmə ba'd. Deməli, qardaş, bu Qibləteyn məscidi Mədinənin qərbində yerləşən məsciddir. Bəzi qardaşlar bu səhv salır Quba məscidi ilə. Quba məscidi deyil. Quba məscidi 4 qubbədən ibarətdir, yəni 4 minarədən. İslamda ilk bina olunan məsciddir. Lakin Qibləteyn məscidi Mədinənin qərbində Bəni Səlmə məntəqəsində tikilən məsciddir. O Bəni Səlmə qəbiləsi bunu tikib. O vaxtki müsəlmanlar, orada həmin o məntəqədə yaşayan müsəlmanlar və gəlsin o məsciddə namaz qılsın. Çünki Peyğəmbər məscidindən çox uzaqdır. Ona görə də həmin bu Qibləteyn məscidi 2 minarədən, yəni 2 qubbədən ibarətdir. Bu məscid bizim mütəəxxirlər, yəni bunu Qibləteyn adlandırıb. Əslində bu heç bir səhih dəlil yoxdur ki, bu Qibləteyndir. Yəni 2 qibləli. Qibləteyn yəni 2 qibləli deməkdir. Niyə görə 2 qibləli adlandırıblar? Ona görə ki, Peyğəmbər s.ə.v ilk olaraq müsəlmanlar Məscid-ül Aqsaya tərəf namaz qılırdılar. Qiblə Məscid-ül Aqsa idi. Ondan sonra Allah Subhanahu ayə nazil etdi ki, Bəqərə surəsi 144-cü ayə ki, üzünüzü Məscid-ül Harama çevirin. Və bu ayə Səhih Buxariyə baxsaq, Səhih Buxaridə bu ayə Peyğəmbər s.ə.v-in məscidindən nazil olub. Ona görə güya, yəni indiki insanlara, mütəəxirlərin dedikləri, yəni sözünə görə heç bir hansı səhih bir nas yoxdur. Güya bu məsciddə, Qibləteyn məscidində nazil olub. Peyğəmbər üzü Qüdsə tərəf namaz qılırdı və bu ayə gələndə Peyğəmbər üzünü çevirdi Məscid-ül Harama tərəf. Yəni zöhr namazın ilk 2 rükətini qılmışdı Məscid-ül Aqsaya tərəf. Bu ayə gəldi və üzünü çevirdi Məscid-ül Harama tərəf. Və bu haqda heç bir səhih şey yoxdur, dəlil yoxdur, nas yoxdur. Lakin Səhih Buxarıda keçən hədislərə baxsaq, görərik ki, Peyğəmbər s.ə.v bu ayə Peyğəmbər məscidində gəldi, Məscid-i Nəbəvidə gəldi bu ayə. Ona görə bu məscidi Qibləteyn adlandırmağa heç bir dəlil yoxdur. Lakin insanların dilində Qibləteyn kimi tanınıb, məşhurlaşıb və ona görə Qibləteyn adlandırıblar bunu. Yəni 2 qibləli məscid. Yəni birinci öncə Məscid-ül Aqsaya namaz qılınıb, sonra Məscid-ül Harama çevrilib. Ona görə də 2 qibləli məscid olaraq tanınıb insanların dilində. Lakin bunu yəni məscidi 2 qibləli məscid adlandırmağa heç bir dəlil yoxdur, heç bir səhih nas yoxdur. Düzün Allah bilir. Aqulu qawli hada, estağfirullah li və lakum və lisa'il muslimin kulli zam estağfiruh. İnnehu huvel gafurur rahim. İxlasla.com saytı tərəfindən təqdim olundu.